Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 2 iyul 2026 il. Cəlilabad rayonuna Salih qardaşımız üçün 2 ədəd ana arı. Çoxdandır məndən sifariş verib. İndi bax onun növbəti çatıb. Bugün mən bunun üçün 2 ana arı yollayacağım. Öz istəyi ilə biri 85 nömrəli, digəri 86 nömrəli. Bunu güneşe koyak. Kardeş bak, ikinci çərçivədə günlük yumurtalar, sürfələr. Bak kardeş, əsərin qəhrəmanı. Bax, yumurta qoymağa yer axtarır, harda? ...85 nömrə qardaş. Allah xeyir versin. Onu koy. İndi də əsərin qəhrəmanı. Bilmirəm qardaş, günlük yumurtalar, sürfələr görünür ya yox. Gözəllər gözəl. Demək bu da 86 qardaş. Deməli, bunları nə üçün çəkib paylaşıram dostlar? Öz keyfimdən paylaşmıram. Bu ana arıların yumurta qoymağını da göstərirəm. Neçə çərçivədə yumurta qoymağını da görürsünüz. Qanadları, ayaqları, hər bir şey yerli. Özünü soğurtalamaq. Çünki mən bu ana arıları keyfiyyətinə əminəm və onu sizə göndərirəm və indi kim ana arını qəbul etdirə bilməyəcək, azad edər, arı yumruq boyda, boz boyda o ana arını yeşikdə sıxıb suyun çıxardacaq, şikəst edəcək, onu güclə arıların əlindən aralayıb yenidən qəfəsə yerləşdirəcək, 5 gündə saxlayacaq. Bax, bu artıq mənlik deyil. Bu anada qüsur əmələ gələrsə, şikəst olacaqsa, o mənlik deyil. Bax, mən bunları paylaşıram, dostuma da, tanımadığıma da, bax, o qaydada çəkib paylaşıram, göstərirəm. Xeyirli, bərəkətli olsun qardaş.